Bu dəfə də əziz dostlar, kələm dolması. Üzərinə də qatıq əlavə eləmişəm. Sarımsaqsızdır. Sarımsaqla çox ləziz olur. Sadəcə gedəcəm deyə ona görə sarımsaq istifadə eləmədim. Biraz üzərinə duz, istiot və bəhbəhlə nuş etmək. Necəsiniz? Bu 2 gün intensiv yağan yağışlarından sonra. Əlbəttə təbiətlə təbiətçilik eləmək olmaz. Belə də ki, güclü bir yağış değildi. Sadəcə sıx idi, bir də müddət olaraq uzun bir müddət. Demək olar ki, 2 gün tam yağdı. Suyun altında qalan evlər də oldu. Allah köməyi olsun həmin o adamların. Kim ki ziyan çəkdi, ziyan gördü. Amma çox şükür ki ölümlə nəticələnmədi. Kələm dolması da dana əti, quyruq, soğan tərkibi, pomidor, zövqə bu görə vuran da var, vurmayan da var, qatan da var, qatmayan da var, müxtəlif göyərtilər, duz, istiot, sarı kök, ədviyyatlardan darçın, biraz zəncəfil, yəni dad verir ətə. Belə və yaxşı pöhtədilmiş kələmə onları bükürsən. İçliyini düzəldəndən sonra təbii ki. Gələn həftənin 2-ci günündən etibarən, ayın 31-dən artıq rəsmən iş günüdür. Novruz bayramı və Ramazan bayramının tətillərindən 10 günlük tətillərindən sonra. Bu arada onu da söyleyeyim. Bu bir müğənni var. Kəmalə Günəşli adında. Son oxuduğu mahnı bir çox insanlarda hardasa gəzəb, hardasa belə müzakirəyə səbəb yaratdı. Sadəcə maraqlısı bilirsiniz nədir? Qınayan, belə deyək də, iradını bildirən, tənqid eləyən həmin o mahnıya video çəkib və paylaşır. Bu necə olur mən bilmirəm. İndi mən orada istifadə olunan sözləri səsləndirmək istəmirəm. Əslində bəli, şəkilçilərdir. İntihası orada vurğudan və tələffüzdən çox şey asılıdır. İndi bunu bəlli məsələdir ki, Kəmalə Günəşli bilərək elə bir vurğu ilə oxuyub ki, mahnı cəlb etsin. Etdi də. Etdi də. Amma eyni zamanda fərqli hər hansı bir ifa gözləmək lazım da deyil. Çünki misal üçün belə bir misal çəkimdə qurbağadan necə timsahın gücünü gözləmək olar, potensialını gözləmək olar? Təbii ki, mümkün deyil. Bu adamın da ifa janrı, repertuarı məhz budur. Çünki özü də dili ilə söyləyir ki, mənə misal üçün hansı bir sənət, musiqi tarixində qalmaq və s. elə şeylər lazım deyil. Mənə lazımdır korporativlər, gedim açılışlarıma 5-10 manat pulumu qazanım və salam. Allah bərəkət versin.
Allah bereket versin. Dinleyenler de vardı. Hatta görürsünüz, deyirik deyəndə həmin deyənlərdən söhbət gedir. Trend oldu, falan oldu, fesmekan oldu. Trende salan kimdi? Dinleyici. Ve o mahnıyla video çekip paylaşanlar. Ona göre dileylenmeyin. Yani insan bir neçə mövqeydən çıxış etməsi düzgün bir şey değil. Ya o tərəfli ol, ya bu tərəfli. Necə ki, bəziləri bu TikTok istifadəçisi var. TikToker Vəlizar adında. Nickində də doğrusu. Adı Salman, amma belə deyək də, nick olaraq Vəlizar götürüb. Qınıyırlar, qınayanlar da çıxırlar efirdə, qəşəng tərif edirlər və s. Sonra da o birisi efirlərə gedirlər başqa qınamağa. Və çatmır da belə adamlar. Yəni insanın neçə mövqi ola bilər? Bu qədər əzizlərim. Sağollaşıram. Hələlik.